İndi isə daha ətraflı. Təbrizdə tikiləcəyi bildirilən 5 ulduzlu Aharaz otelinin Mazandıran əyalətinin Noşehir şəhərində açılış mərasimi keçirilib. Təbriz mediasının verdiyi məlumata görə açılış mərasimində İran prezidentinin birinci müavini Məhəmməd Rıza Arif də iştirak edib. Təbrizli iş adamı Həmid Kəbir Cabbariyə məxsus 30 qatlı və 515 otaqdan ibarət olan otelin inşasına 150 milyon dollar xərclənib və 900 nəfər oteldə işə götürülüb. İran mediasının yazdığına görə Araz oteli İran və Orta Şərqin ən böyük sahilyanı otelidir. Qeyd edək ki, bundan əvvəl Şərqi Azərbaycan və Təbriz şəhərinin turizm potensialını artırmaq üçün həmin otelin Təbrizdə inşası planlaşdırılsa da buna icazə verilməyib. Amerika Husilərə qarşı hava hücumlarını gücləndirdiyi üçün İran hərbi nümayəndələrinə Husi müttəfiqlərini tərk edərək Yəməndən çıxmağa əmr edib. Z-Telegraf nəşrinin verdiyi məlumata görə İranın yüksək rütbəli rəsmisi deyib ki, bu addım İran əskərinin öldürüldüyü təqdirdə Amerika ilə birbaşa qarşı durmadan qaçmaq məqsədi daşıyır. Rəsmi bildirib ki, İran həm də Amerikadan gələn birbaşa təhdidlərə diqqəti artırmaq, regional proksi şəbəkələrini dəstəkləmə strategiyasını azaldır. Həmçinin mənbə qeyd edib ki, İran düşünür ki, Husilər sağ qala bilməyəcəklər və son aylarını, hətta günlərini yaşayırlar. Ona görə də onları siyahımızda saxlamağın mənası yoxdur. Bundan başqa qəzetin bildirdiyinə görə Yəmənin paytaxtı Sənadakı Rus hərbi ekspertin Husilərə Səudi Ərəbistana olan həmlələri azaltmaq və başqa hücumlarını necə həyata keçirəcəkləri barədə məsləhət verdiyi güman edilir. İranın nüvə proqramının davam etdirilməsi və irəliləyişinə toxunan həftəlik The Jewish Chronicle qəzeti İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün 10 illiklər boyu davam edən səylərin son fəslinə çatıldığını bəyan edib. The Jewish Chronicle nəşri bildirib, İran rejimi qeyri-qanuni olaraq bir neçə həftə ərzində bir neçə nüvə bombası istehsal etmək üçün kifayət qədər zənginləşdirilmiş uran toplayıb. Dünya indi iki çətin seçim qarşısındadır. Ya soyqırım potensialına mali rejim kütləvi qırğın silahları əldə edəcək, ya da Amerika və ya İsrail bunu dayandırmaq üçün hərbi hərəkətə keçəcək. Əgər Britaniya və Avropa İttifaqı hər iki ssenarinin baş verməsinin qarşısını almağa ümid edirsə, onlar Vaşinqton və Qüdslə birlikdə Tehran maksimum təzyiq göstərməlidir. Qısa müddət ərzində yalnız sarsıdıcı iqtisadi və diplomatik sanksiyalar və etibarlı hərbi təhdid İran rejimini nüvə proqramından əl çəkməyə inandıra bilər. Suriyanın yeni hökuməti ölkənin yenidən qurulması üzrə hərtərəfli plan hazırlayır. Bu barədə Suriyanın İqtisadiyyat və Sənaye naziri Nidal Əşşar bildirərək deyib. Biz indi Suriya xalqı və dost ölkələrlə birlikdə Suriyanın yenidən qurulmasına başlamaq üçün hərtərəfli plan hazırlayırıq. Nazirin sözlərinə görə ölkənin yeni hökumətinin formalaşdırılması çətin yolun başlanğıcındakı yalnız bir addımdır. İsrail qüvvələri Qəzza zolağında Fələstinin Həmas hərəkatının qərargahına zərbələr endirib, mühüm şəxsləri məhv edib. Məlumatda deyilir, bir müddət əvvəl İsrail ordusu və Baş Təhlükəsizlik Xidməti Qəzza şəhəri ərazisində Həmasın komanda nəzarət mərkəzində yerləşən tanınmış terrorçulara hücum edib. Komanda və idarəetmə mərkəzi terrorçular tərəfindən İsrailin mülki əhalisinə və hərbiçilərinə qarşı hücumları planlaşdırmaq və həyata keçirmək üçün istifadə edilib. Ordu vurğulayıb ki, zərbədən əvvəl Qəzzada mülki əhaliyə dəyən zərəri minimuma endirmək üçün çoxsaylı tədbirlər görülüb. Donald Trump Fransanın radikal sağçı lideri Marine Le Penə qarşı çıxarılan məhkəmə hökmünü siyasi təqib adlandırıb və onun dərhal azadlığa buraxılmasını tələb edib. Trump bu barədə Truth sosial platformasında paylaşım edərək bildirib. Marine Le Penə qarşı aparılan bu cadügər ruhuna son qoyulmalıdır. Avropalı solçular siyasi rəqiblərini susturmaq üçün yenə eyni üsullara əl atırlar. Bu dəfə isə iş o yerə çatıb ki, rəqibini həbsə atıblar. Trump Le Penlə şəxsən tanış olmadığını, lakin onun illərlə apardığı mübarizəyə və əzminə hörmət etdiyini vurğulayıb. O bildirib ki, Le Pen çoxsaylı siyasi məğlubiyyətlər yaşasa da heç vaxt geri çəkilməyib. Amerika prezidenti əlavə edib. Bu Fransanın və möhtəşəm
Fransa xalqının faciəsidir. Hansı tərəfdə olmalarından asılı olmayaraq Marine Le Penə azadlıq. Qeyd edək ki, Marine Le Pen Avropa Parlamenti vasitələrindən qanunsuz istifadə ittihamı ilə məhkum edilib. Paris məhkəməsi və onu Avropa Birliyi büdcəsindən şəxsi və ya partiya məqsədləri üçün istifadə etməkdə günahlandırıb. Bu Fransada daxili siyasət balansını ciddi şəkildə silkələyib və Macron hökumətinə qarşı beynəlxalq reaksiyalara səbəb olub.